İnsan resurslarının idarə edilməsi, işçi qüvvəsi məhsuldarlığının metrik klasterləri, standartın tətbiq sahəsi. Bu sənəddə işçi məhsuldarlığının metrik klasterlərinin elementləri təsvir olunub. Bu sənəd daxili və xarici hesabatlar üçün müqayisə oluna bilən ölçülərə formullar təqdim edir. Sənəd həmçinin məhsuldarlıq məlumatlarını şərh edərkən nəzərə alınmalı olan, xüsusilə də daxildə müvafiq müdaxilə barədə qərar qəbul edərkən və bu barədə xarici maraqlı tərəflərə məlumat verərkən problemləri vurğulayır. Standartın əhəmiyyəti. Standartın əhəmiyyəti ondan ibarətdir ki, təşkilatlarda məhsuldarlığın ölçülməsi və qiymətləndirilməsi üçün vahid yanaşma müəyyən edir. Bu göstəricilər təşkilatın fəaliyyət effektivliyini, xərclərə nəzarəti və inkişaf strategiyasının nəticələrini təhlil etməyə imkan verir. Eyni zamanda standart, dövlət təşkilatlarında məhsuldarlığın ölçülməsinin çətinliyini nəzərə alaraq, xidmət keyfiyyəti və istifadəçi məmnuniyyəti kimi alternativ göstəricilərin tətbiqini önə çəkir. Standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilib. Hörmətli işə götürənlər, əmək mühafizəsi ilə bağlı standartların tətbiqi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edir. Fəaliyyətinizi bu standartların tələblərinə uyğun qurmağınız tövsiyə olunur.